Dəyərli dövlət qulluğuna və magistrə hazırlaşanlar, bu fiqur ardıcılıqları sualı oktyabr ayında qəbul imtahanına düşmüş suallardan biridir. Gəlin görək bunun izahı necədir? Əslində bir neçə yön ilə yanaşa bilərik. Nə deyə bilərik? Burada birinci bu getdi, artıq 3 dənəsi qaldı. Sonra burada nə gedir? Kvadrat getdi, qaldı üçbucaqla qara. Burada nə gedəcək? Üçbucaq gedəcək, qalacaq sadəcə qaralar. Bəs başqa yol ilə necə gedərik? Hər türlü cavabımız D variantı alınır. Deyə bilərik ki, hər birində digərləri gedir, amma sadəcə qara qalıbdır, düzdürmü? Yəni, hər birində ortaq olan bu qara olduğuna görə bizim də qara dairələrimiz sadəcə D variantında. B variantını düzgün götürməyimiz doğru deyil. Çünki burada heç birinə fikir versəniz, heç birində yəni biri ayrılmayıb, ikisi ayrılmayıb, hamısı bütün olaraq bir aşağı, bir yuxarı olaraq hərəkət edibdir. Ona görə B variantımız da yanlışdır. Doğru cavabımız D variantı olaraq qəbul edirik.